Geçen dersimizde biz dua hakkında danışmıştık ki dua hakkında gelen əzəmətli bir hadisi götürdük ki Peygamber sallallahu aleyhi ve sellem buyurur: İnned duaa yenfa'u mimma nazel ve mimma lem yenzil fe aleykum ibadallah bid dua. Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki hakikaten dua baş vermiş musibetleri ve baş verecek musibetleri aradan kaldırır. Yani onlar için faydalıdır. Öyleyse ey Allah'ın kulları, siz Allah'a dua edin. Ve öğrendik ki hakikaten dua baş verecek musibetleri ve baş vermiş musibetleri ve baş verecek musibetleri aradan kaldırır. Ve biz götürdük, dedik ki kim Allahu Teala'ya dua etmek istiyorsa onun üzerine düşen bir neçe iş vardır. Bunlardan birincisi dedik ki kim Allahu Teala'ya dua etmek istiyor ve duasının kabul olmasını istiyorsa onda Allahu Teala'ya rububiyetiyle dua etsin. Yani Er-Rab adıyla Allahu Teala'ya dua etsin. Çünkü Allahu Teala Kur'an-ı Kerim'de peygamberlerin dilinden bizlere duanın nece olduğunu, duanın nece edilmesini öğretir ve bize vaad edir ki eğer siz bana dua etseniz ben sizin duanızı kabul edeceğim diye vaad edir Allahu Teala. Ve hemçinin dedik ki kim eğer duasının kabul olmasını istiyorsa Allahu Teala rububiyetiyle yani Rab adıyla dua etmesi hususiyle ve umumilikte Allahu Teala'ya en güzel adı ve sıfatleriyle dua etsin. Çünkü Allahu Teala buyurur: "Velillahil esmaul husna fed'uhu biha." Hakikaten Allah'ın güzel adları vardır ve siz Allahu Teala'ya o güzel adlarla dua edin. Buna da misal getirdik ki Peygamber sallallahu aleyhi ve sellem görür ki bir gün bir kişi böyle dua eder Allahu Teala'ya. Allahümme inni es'eluke ya Allah el-ehadus samed ellezî lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad en teğfira li zunubi inneke entel gafurur rahim. Peygamber sallallahu aleyhi ve sellem görür ki kişi böyle dua eder. Diyor ey Allah'ım ben senden istiyorum. Ey Allah'ım, ey tek olan, ey hiçbir şeye muhtaç olmayan, doğulmayan, benim günahlarımı bağışla. Hakikaten sen bağışlayan ve rahmedensen. Peygamber sallallahu aleyhi ve sellem diyor, hakikaten o kişidir. Allahu Teala ile əzəmətli adlarıyla dua etti ki kim Allah'a ile dua ederse Allah onun duasını kabul eder. Sonra biz öğrendik ki kim dua etmek istiyorsa demek duasının kabul olmasını istiyorsa dualar kabul olan vakti Allahu Teala'ya dua etsin. Ve dualar kabul olan vakti da çok misallar çekmek olar. Dualar kabul olmak için vaxtlar İnsanın seferde olması, iftar edenin iftar ettiği anda ve hemçin gecenin 1/3'inde, cümə günün axırıncı saatında, hemçinin secdede, çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur secdeye göre, hakikaten kulun deyir Allah'a en yakın olduğu yer secdedir ve siz orada Allah'a dua edin. Allah'a en yakın olan yer kulun secdede olmasıdır. Demek ve hemçinin yağış yağdığı zaman bəli, buna başka misallarda, başka örnekler de vardır. Demek biz bunu öğrendik. Bugün de inşallah yine de dua hakkında olacak dersimiz. Ben mevzuya geçmemişten önce bir şeyi nəzərinizə çatdırmaq istəyirəm.
Həqiqətən alimler deyir ki, Allahu Teala'ya dua eden insanlar, Allahu Teala'ya dua eden insanlar 3 sinifti. Allahu Teala'ya dua eden insanlar 3 sinifti. Birinci sinif müşriklerdi. Onlar dara düştükleri zaman Allahu Teala'ya ihlasla dua ederler. Ve onlar rahatçılığında Allah'a şerik koştuklarına göre dara çetinliğe düştükleri anda Allah'a samimi dua ettiklerine göre Allah Teala onların dualarını kabul edemir. Ve onları o dara düştükleri zaman ettikleri duaların faydası yoktu. Allah Teala onlar barisinde buyurur: "Ve izâ rakibû fil fulki da'avullâhe muhlisîne lehu'd-dîn. فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ فَإِذَا هُمْ مُشْرِكُونَ." İzâ hum yuşrikun. Diyor o müşrikler ki gemiye mindikleri zaman Allahu Teala'ya ibadeti Allah'a sırf Allah'a haslaştırarak ihlasla dua ederler. Niye? Çünkü gemide oldukları an korku anıdır. Çetinlik anıdır. Sıklık yani sıkıntılı andı. Korku var. Gemide denizin tehlikesi. Bu biraz çetinlikti. Elə ki çetinliğe düştüler. Elə ki dara düştüler. Allahu Teala diyor ki onlar ihlasla diyor Allahu Teala'ya ibadet ederler. Sonra Allahu Teala ayetin devamında diyor ki فَلَمَّا نَجَّاهُمْ. O zaman ki biz onları kurtardık. Nece kurtardık? Quruya çıkartarak onları xilas elədik. Yani denizin korkusu, denizin tehlikesi soğuştu. Denizden çıktılar quruya. اِذَا هُمْ يُشْرِكُونَ. Yine Allah-u Teala'ya şirk koşmaya devam ettiler. Ona göre bu insanların, yani birinci sınıf insanlar Allah-u Teala'ya dua etmekte müşriklerdi. Bunlar dara düştükleri, sıkıntıya düştükleri anda Allah-u Teala'ya ihlasla dua ederler. Ama onların duaları onlara hiçbir fayda vermez. Çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur ki eğer diyor kimi duası kabul olarak duası kabul olarak sevinmek isteyirse duası kabul olarak sevinmek isteyirse yani şiddetli anında, çetinlik anında, dara düştüğü anda, korkulu, tehlikeli anda kim duası kabul olup sevinmek isteyirse o zaman diyor rahatçılığında diyor Allah-u Teala'ya çoklu dua etsin. Yok, ben durum rahatçılığımda, ağlıma ne geldi edim. Hatta Allah'a şirk koşum. Sonra dara, çetinliğe, tehlikeye düşüm. Ki o dara, tehlikeye düştüğüm zaman Allah'a sırf olarak Allah'a ibadet edeyim, dua edeyim. Allah kabul etsin. Yok. Hayır, hiçbir faydası yoktu. Kim darda, çetinlikte, sıkıntıda, tehlikede, korkulu anda duasının kabul olmağını isteyirse o zaman rahatçılık anında gerek Allah-u Teala'ya sırf ibadeti Allah'a sərf ederek tevhidle Allah'a ibadet etmelidir. Ki dara düştüğü zaman da Allah onu kurtarsın ve duasını kabul etsin. İkinci sınıf insanlar, kardeşler. Duada dedik, insanlar 3 sınıfa bölünür. Birinci sınıf müşrikler. İkinci sınıf Allah-u Teala onlara naz nimetler vermiş. İstediği nimetleri onlara bahşetmiş. Ve onlara verilen nimetlerin sayı hesabı yoktu. Ama onlar neyniyirler? Bu onlara verilen nimetlerin mukabilinde Allahu Teala'ya tekebbürlülük eder
ve Allah'a ibadet etmez, Allah'a boyun eğmez, ona ibadet etmez, ondan istemez ve Allah'ın kulu olmaz. Emirlerini yerine getirmez, qadağalarından çekinmez. Yani bir sözle Allah'a ibadet etmekten boyun kaçırar, tekebbürlülük eder. Bu insanların da duaları kabul olmaz. Çünkü Allahu Teala ne diyor onlar baresinde? Allahu Teala diyor: وَقَالَ رَبُّكُمُ دُعُونِي اَسْتَجِبْ لَكُمْ. Rabbiniz dedi ki, mene dua edin, ben sizin dualarınızı kabul edim. İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâhirin. Allahu Teala bu ayeti kerimede duanı ibadet adlandırdı. O kesler ki mene ibadet etmeyidir Allahu Teala, öz tekebbürlüklerine sığıştırmayanlar cehenneme zelil olarak dahil olacaklar diyor Allahu Teala. Allah korusun. Allah korusun. Üçüncü sınıf insan o insanlardı ki onlar Allahu Teala'nı tanıyan, Allahu Teala'ya müti olan, Allah'a boyun eğen, Allah'ın əzabından qorxan, rəhmətini ümidlənən, xeyir işlərə can atan, Allah'ı təkləyən, ibadətlərində yalnız və yalnız sırf Allah'ı tək tutaraq, xas ibadətləri Allah üçün edən, ibadetleri sırf Allah için eden, Peygamber sallallahu aleyhi ve selleme tabi olan, onun sünnesini yaşamak isteyen ve bacardıkça yaşayan mümin kullarıdır ki, Allahu Teala öz kitabı keriminde onları vəsf ederek, onları sena ederek, onları öyerek böyle buyurur. İnnehum kânû yusâri'ûne fil hayrat. Onlar, o müminler hayır işlere can atar. Hayır işlerde birbiriyle yarışar, birbiriyle ötüşerler. وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا. Onlar bize rağbetle, korkuyla ibadet ederler. Rahmetimizi ümit eder, azabımızdan korkarak bize ibadet ederler. وَكَانُوا لَنَا خَاشِعِينَ. Onlar bizim müti, bize itaat eden, emirlerimizi yerine getiren, qadağalarımızdan çekinen kullardır. Allahu Ekber. Allahu Teala o müminleri vəsf ederek, o müminlere sena ederek bu muhteşem ayeti kerimesinde onları bize tanıdır. Tabii ki Allahu Teala o kullarının dualarını kabul edir. Ve bugün danışmak istediğimiz mevzu duaların kabul olması için maniyeler. Bazı insanlar deyir ki, kardeş, biz Allah'ı deyirsiniz ki Allah'a dua edin, Allah'a ibadet edin, Allah'tan isteyin, ama biz dua edirik, dualarımız kabul olmur. Bəs bunun açması nedir? Bunun açması çok rahattır. Alimler bu barədə çok izahlar vermiş, şərhlər etmiş, dərslər keçmiş. Demek eğer her hansı bir mümin Allahu Teala'ya dua edip duasının kabul olmağını istəyirsə, gerek Allahu Teala'ya ihlasla dua etsin. İhlasla. Eğer bir insan ihlassız, riya ile, gösteriş için veya kimin üçünse kiməsə eşittirme için her hansı bir ibadeti, dua değil, təkcə dua değil, ibadetin her hansı bir növünü riya ile ederse tabii ki o ibadet ondan kabul olmaz. Buna en əzəmətli bir misal çəkmək olar. Misal,
Ebu Hureyre radıyallahu anhudan rivayet olunan hadistir ki, Müslim öz səhihində, İmam Müslim öz səhihində gətirmişdir. O dua ki, o hadis ki, cəhənnəmə ilk öncə daxil olan 3 sinif insan. Bu mötəbər hədisdir. Hər biriniz bu hədis barəsində, inanıram ki, hər birinizin bu hədis barəsində məlumatınız var. Bu 3 sinif insan kimlər idi? Birincisi mücahid, Allah yolunda cihad edən. İkincisi alim, Kur'an öyrənən veya Kur'an öyrədən. Üçüncüsü isə Allah yolunda malını xərcləyən, mühsin, ehsan sahibi, səxavətli, zəngin. Belə baxanda bu əməllər əzəmətli əməllərdir. Bu əməlləri edən insanın gərək ibadət əməlləri nə olsun? Qabul olsun. Yaxşı, bu insanlar nə üçün ilk öncə cəhənnəmə daxil olanlardan oldu? Bu hədisi gətirəndə alimlər kitablarında bu hədisə ünvan qoyublar, qardaşlar. Bu hədisə ünvan, bir başlıq qoyublar. Hədisin başlığı belədir. Aqibətur riyai. Riyanın pis, çirkin, murdar aqibəti. Əməl əzəmətli, dəhşətli, böyük bir əməllərdir. Amma nihayəti insanı cəhənnəmə düşməsinə, cəhənnəmə sürükləyir. Cihad, Allah yolunda cihad edən mücahid. Niyə düşdü cəhənnəmə? Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Qiyamət günü Allah yolunda cihad edən mücahid insan Allahın huzuruna gətizdirilir. Allah-u Teala ona verdiği nimetləri xatırlayar, onun yadına salar. Deyər ki, ey qulum, mən sənə bu nimetləri vermişdim. Sən bu nimetlərin müqabilində neynədin? Deyər ki, ey Allahım, mən sənin yolunda elə bir döyüş olmadı ki, elə bir cihad yeri olmadı ki, cihad olmasın ki, mən orada iştirak edeyim, sənin yolunda vuruşmayayım. Allah-u Teala deyər, yalan deyirsən. Sən vuruşdun ki, sənə desinlər ki, necə qəhrəman insandır. Sən vuruşdun ki, deyilsin ki, necə mərd oğlandır. Sən vuruşdun ki, deyilsin ki, necə qəhrəmandır. O dünyada ikən sənə deyildi. Artıq o sən istədiyin sənə dünyada ikən deyildi. Mələklərə əmr eləyərdir Allah-u Teala, o qulu sürükləyib cəhənnəmə atarlar. İkinci sinif insan gətizdirirlər, alim insan. Allah-u Teala ona verdiyi neymətləri xatırlayar. Deyər ki, ey qulum, mən sənə bu neymətləri vermişdim. Sən mən verdiyim neymətlərin müqabilində mənə neynədin? Deyər ki, ey Allahım, mən sənin yolunda öyrəndim, öyrətdim, dərslər keçdim, sənin Qur'anın kitabını sənin rizan üçün oxudum. Allah-u Teala deyər, yalan deyirsən. Sən oxudun ki, desinlər ki, nə gözəl səsi var. Sən dedin ki, sən öyrəndin, desinlər ki, necə alim insandır, necə çox bilmiş insandır. Artıq dünyada ikən sənə bu deyildi. Və mələklərinə əmr eləyər, sürükləyin bunu cəhənnəmə və mələklər onu üzü üstə sürükləyib cəhənnəmə atırlar. Üçüncü sinif insan gətizdirirlər. O da kimdir? Səxavətli, zəngin insan. Allah-u Teala ona verdiyi neymətləri xatırlayar. O da deyər ki, bəli, ey Rəbbim, hamısını etiraf edər, bəli, o neymətləri mənə bəxş edibsən. Allah-u Teala deyər, verdiyim neymətlərin müqabilində neynədin? Deyər ki, ey Rəbbim, elə bir xeyriyyə işi olmadı ki, mən orada sənin yolunda malımı xərcləməyim. Allah-u Teala deyir, yalan deyirsən. Sən xərclədin ki, desinlər ki, necə əli açıq insandır, necə səxavətli insandır, necə ürəyi açıq insandır, necə xərcləməyi sevən insandır. Dünyada ikən bunlar sənə deyildi. Və mələklərə əmr eləyər ki, sürükləyin bunu cəhənnəmə. Və mələklər onu sürükləyib cəhənnəmə atırlar. Nəyin misalı idi, qardaşlar? Riyanın.
Demek riya bir əmələ girərsə, bir əməl riya ilə olarsa, o əməl puç olar, batil olar və qəbul olmaz. Demək, dua da etdiyimiz zaman qəbul olmasını istəyiriksə, o zaman ixlasla dua edəcəyik. Bu birinci. İkincisi, dua etdiyimiz zaman duanın qəbul olması üçün tələsməyəcəyik. Demək, duanın qəbul olması üçün tələsən insanların duaları qəbul olmaz. Bəzi insanlar deyir, ey Allah, mən dua edirəm, mənim duam niyə qəbul olmur? Bəziləri bezir, bəziləri əlini üzür, bəziləri duanı tərk edir. Xeyr, belə olmaz qardaşlar. Duamızın qəbul olmasını istəyiriksə, demək duanın ədəblərindəndir ki, dua qəbul olana qədər dua edəsən. Duanın qəbul olmağı ədəblərindəndir ki, duan qəbul olana qədər dua edəsən. Yəni, Allah-u Teala istəyir ki, qulu özü ilə ünsiyyətdə olsun. Dua eləsin. Qulunun səsini eşitmək istəyir. Dua qulundan eşitmək istəyir. Qulun dərdini eşitmək istəyir Allah-u Teala. Və qul bilməlidir ki, nə qədər Allah-u Teala ilə dua eləyər, Allahdan istəyərsə, bir o qədər Allah-u Teala'ya yaxın olar. Çünki dua elə bir əzəmətli ibadətdir və elə bir dəhşətli bir itaətdir, elə bir əzəmətli ibadətdir ki, onu edən insan Allah-u Teala'ya yaxın olar və Allahın sevgisini qazanar. Əgər qul Allahın sevgisini qazanmaq istəyirsə, gərək onda uslanmadan, bezmədən Allah-u Teala'ya dua etsin. Sonra qul bilməlidir ki, dua etdiyi zaman onun duası hədər getməz, boşa getməz. Bəzi insanlar dua eləyir, duası qəbul olmur. Bil və agah ol. Ola bilər ki, sən Allah-u Teala'dan dünya ilə bağlı elə bir şey istəyirsən ki, sənin seçimin doğru seçim deyil. Allah-u Teala sənin haqqında, sənin üçün seçdiyi, sənin seçdiyindən daha xeyirlidir. Çünki Allah-u Teala bilir ki, qul nə istəyir? Və istədiyi qula xeyirlidirmi, şərdirmi? Əgər Allah-u Teala o şeyin qula xeyirli olduğu bilərsə ki, istədiyi onun üçün xeyirlidir, təbii ki, ona verər. Amma ona şərdirsə, Allah-u Teala verməz. Ona görə qul gərək dua eləsin. Dua eləsin. Allah'a daima dua edib ondan istəsin. Və həmçin ola bilər, dua ilə Allah-u Teala qulunu imtihan eləyir. Baxır, yoxlayır, qulum mənə dua ilə səbir eləyirmi, eləmirmi? Razı düşürmü, düşmürmü? Şükür eləyirmi, eləmirmi? Demək, insan dua etdiyi zaman davamiyyətli dua eləməlidir. Bu da duanın ədəblərindəndir. Duanın qəbul olmağına maniyələrdən ikincisi nə idi? Dua etdiyi zaman tələsməsin. Duanın qəbul olması üçün tələsməsin. Deyə bilərsiniz, qardaşlar. Yaxşı, buna dəlil nədir? Ki, insan dua etdiyi zaman duasının qəbul olmağını istəyirsə, tələsməsin. Allah-u Teala buyurur, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, sizdən birinizin duası qəbul olar, nə qədər ki, duasında tələsmir. Və demir ki, mən Allah-u Teala'ya dua elədim, o isə mənim duamı qəbul eləmədi. Baxın. Yaxşı, niyə? Buradakı sir nədir? Niyə Allah-u Teala qulunun duasını qəbul eləyir, amma tələsmədikcə? Tələsərsə və deyərsə ki, mən Allah-u Teala'ya dua elədim, amma qəbul eləmədi. Bu nədir? Bu Allah-u Teala barəsində pis zəndir, qardaşlar. Allah barəsində, Allah-u Teala barəsində pis zəndir ki, mən Allah'a dua elədim, Allah mənim duamı qəbul eləmədi. Həşə lillah. Allah-u Teala qulu əgər özünə əl açıb özündən istəyərsə, onun əllərini boş geri çevirməyə utanar. Belə Rəbbimiz varsa və sən o Allah barəsində necə pis zəndə ola bilərsən ki, mən Allah'a dua elədim, Allah mənim duamı qəbul eləmədi. Duamızı qəbul olmağını istəyiriksə, o zaman duanın qəbul olması üçün tələsməyəcəyik. Üçüncü, duanın qəbul olması üçün maniyələrdən. Üçüncüsü odur ki, insan günah
şey, haram olan şeyi Allah'tan istemesin, haram olan şeyi istemesin veya duasında hər hansı bir qohumuyla qohumluq əlaqələrinin kəsilməsini istemesin. Dua edip ki filan kəslə mən əlaqəmi kəsmək istəyirəm. Kim? Peygamber sallallahu aleyhi ve sellem buyurur. Kulun deyir Allah'a ettiği duası kabul olar ne kadar ki duasında haram istemeyip ve qohumluq əlaqələrini kesilməyini istemeyipse. Eğer bir kul haram şey istemezse ve qohumluq əlaqələrinin kesilməsini istemezse onun duası deyir kabul olar. Yadımdan çıktı o ikinci səbəbi də ki, dedik ki, ikinci maniye neydi? Dua etsin, duasının kabul olması için tələsməsin. Demek orada bir şey demek yadımdan çıktı. Onu ne kadar yadımda da onu demek istiyorum. Demek insan bilməlidir ki, kardeşler, o ne kadar ki Allah-u Teala'ya dua edir, kul bilməlidir ki, ne kadar ki Allah-u Teala'ya dua edir, o kula 3 şey verirler. Ya onun istediği dua anında kabul olar, ya onun istediği dua mislinde ona gelecek bela, musibet ondan sovuşturular, ya da ki Allahu Teala o kulun istediği o dua sebebi onu duasını ahirete saklayar, kıyamet günü o duasının ecrini, savabını, mükafatını ona verir. Ona göre ey dua eden insan üzülme, bezme, bil ve agah ol. Ne kadar Allahu Teala'ya dua ile yakınlaşarsansa bir o kadar Allah'ın sevimlisi olarsan ve hiçbir şey uduzmazsan. Aksine hem bu dünyada hem ahirette kazanarsan. Demek sonra dedik ki üçüncü dua eden insan ya Allah-u Teala'dan haram olan şey istemesin ya da ki qohumluq əlaqələrin kesilmesini istemesin. Dördüncü, dua eden insanın çok vaxt duası neye göre kabul olmur? Möhtərəm müsəlmanlar, ona göre ki çünkü diliyle bir şeyi istəyir Allah-u Teala'dan ama qəlbi həştarxanda şabalıt qovurur. Və yaxud Səmərgəndə gedir qəlbi ilə oradan şeker vurup gelir ama diliyle dua istəyir. Bu ne demekti? Bu o demekti ki kim duasının kabul olmasını istəyirsə dili ettiği duadan qəlbinin xəbəri olmalıdır. İkisi cem olmalıdır. Hem dille istemeliyim hem qəlbimi oyatmalıyım. Qəlbim ayıq olmalıdır. Dilimle istediğim şeyi duymalıdır. Hissetmelidir. Yaşamalıdır. Bilmelidir. Duymalıdır. O zaman dua kabul olar. Niye kabul olmaz? İnsan qəlbi gafil olarsa, qəlbi Allah'a yönelmezse, qəlbi dikkatsiz olarsa o insanın duası kabul olmaz. Niye? Çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur. Allah'a qəlbi gafil olarak, yani Allah'a yönelmeden, dikkatsiz olarak qəlbi kim Allah'a dua ederse ve dünya işleriyle meşgul olarak dua ederse Allah onun duasını kabul elemez. Duamızın kabul olmağını istəyiriksə dilimizle istediğimizi kalbimizle hissetmeliyik, duymalıyıq. İkisi cem olmalıdır bir arada. Dil istəyər, kalb de oyak olarsa o zaman o dua Allah'ın izniyle kabul olanlardan olar. Beşincisi kardeşler. Beşincisi odur ki kim duasının kabul olmağını istəyirsə itaat artırmalıdır. İbadetlerini artırmalıdır. Demek eğer biz ibadetimizi, itaatimizi, salih emellerimizi artırmamız duanın sebeplerindendirse bunun tersi nedir? Günah etmeyimiz, haramları etmeyimiz, asilikler etmeyimiz duanın kabul olması için maniyedir. Kim duasının kabul olmasını istəyirsə haramları terk etmelidir. Duasının kabul olmasını isteyen insan haramlardan çekinmelidir.
asiliklerden uzak olmalıdır. Balacasından böyüyündən, gözlə olandan, qulaqla olandan, ağızla olandan, əllə olandan, qəlblə olandan, ayaqla olandan, hər bir günahın, hər birisindən, bütün çirkin günahlardan, hansı ki Allah'ın qəzəbinə səbəb olacaq, balaca və böyük, bütün günahlardan uzaq olmalıdır ki, əgər duasının qəbul olmağını istəyirsə. Dəlil, Allah-u Teala buyurur. İnna Allah la yugayyiru ma bi kavmin hatta yugayyiru ma bi enfusihim. Allah-u Teala diye her hansı bir qövmü değişmez, onun halını değişmez, yani pislikten yaxşılığa tərəf onu değişmez, onlar özlerini değişmedikçe, yani pislikteyim, günahlar eləyirəm, haram eləyirəm, mən halım yaxşı olmağını istəyirəmsə, onda bu ettiğim haramlardan, günahlardan, asiliklerden tövbe edip Allah'a qayıtmalıyam. O ettiğim asiliklerin yerine Allah'ın sevib razı qalmış olduğu söz ve əməlləri etmeliyim ki, hansı ki bu da tövbənin şərtlərindəndir, o zaman Allah-u Teala mənim dualarımı kabul edəcəkdir. 6. Alimler bu getireceğim 6. maniyeni duanın kabul olmaması için en əzəmətli sebeplerden, en əzəmətli maniyelerden sayırlar. En əzəmətli. Nedir bu? Haram yemek, haram giymek, haram içmek, haramla qidalanmaq, haramla bəslənmək. Bu, duanın kabul olmaması için en əzəmətli maniyelerdendir kardeşler. Bazı insanlar deyir, dua edirəm ben, gece gündüz dua edirəm, səcdədə dua edirəm, ümrədə dua edirəm, həccə getdim, dua elədim, Ərəfətdə dua edim, hansı ki dua kabul olan yer de orada rədd olunan yer değil. Safa Marva dağında, Ərəfədə dua elədim, amma duam kabul değil. İnsan gerek dikkat eləsin. Çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur, səfərə çıxan birisini misal gətirərək deyir ki, uzun bir səfərə çıxır kişi, başı, paltarı, saçı, saqqalı, toz torpaq içərisindədir. Əllərini səmaya qaldırır. Əllərini qaldırır. Və deyir ki, ya Rabbi, ya Rabbi. Belə baxırsan ki, kişinin duasının kabul olması üçün bütün səbəblər hamısı cəm olunubdur. Hansı da o səbəblər? Səfərdə olmağı, üstü, başı, paltarı, saçı, saqqalı, toz torpağın içərisində olması, yəni ehtiyac sahibi olması, Allah'ın karşısında zəlil olarak dua etmesi, zəlil halda Allah'a dua etmesi, bu duanın kabul olması için səbəblərdəndir. Bu səbəbi de var. Əllərini qaldırmaq duanın ədəblərindəndir ki, insan dua etmək istədiyi zaman əllərini səmaya qaldırır, göyə qaldırır. Bu da duanın kabul olması üçün səbəblərdəndir. 4. səbəbi gətirir ki, Peygamber sallallahu aleyhi ve sellem kişi dua edir, deyir ki, ya Rabbi, ya Rabbi, ya Rabbi. Biz keçdik ki, duanın kabul olması üçün səbəblərdəndir ki, Allah-u Teala rübubiyyəti ilə, yəni Er-Rab adıyla dua etmək. Bütün bu səbəblər kişide cəm olunub. Ama Peygamber sallallahu aleyhi ve sellem o kişi hakkında ne deyir? فَاَنَّا يُسْتَجَابُ لِذَٰلِكِ Bu kişinin duası hardan kabul olsun? Niye? وَمَطْعَمُهُ حَرَامٌ وَمَلْبَسُهُ حَرَامٌ وَغُذِّيَ بِالْحَرَامِ فَاَنَّا يُسْتَجَابُ لِذَٰلِكِ Diyor kişinin yediği haram, giyindiği haram, beslendiği haram. Bəs necə bu adamın duası kabul olsun? Demek ağızdan içeri dahil olan her hansı bir qurdum su, haram su veya her hansı bir haram lokma veyahut bedene giyindiği her hansı bir haramdan elde edilen paltar, haramla beslenmesi, haramla qidalanması gece gündüz. Dualar kabul olan vaxtlar, dualar kabul olan yerlerde ne kadar dua eləsə o adamın duası kabul olmaz. Bunu bize Peygamber sallallahu aleyhi ve sellem haber verir. Çünkü haramla beslenir, haram yiyir, haram içir, haramla qidalanır. Necə bu adamın duası kabul olsun deyir Peygamber sallallahu aleyhi ve sellem. Allahu Ekber. Ve 7.
duanın kabul olması için maniyelerin əzəmətlilerinden de bir odur ki, yaxşılıqları əmr edib, pisliklerden çəkindirmək tərk olunarsa. Biz bilirik ki, kardeşler, cenaze namazı hükmü nədir? Fardu kifayədir. Yani ne demektir? Bu kendimizde, eğer her hansı bir Müslüman dünyasını dəyişər ve ona heç kəs cenaze namazını kılmazsa, bütün kent günah taşıyır. Fardu kifaye budur. Eğer o insana hiç kim cenaze namazını kılmazsa, bütün kent günah taşıyır. Ama o kentten bir dəstə, bir toplum o insan için cenaze namazını kılarsa, yerde kalan kendin əhalisinin üzerinden günah götürürler. Niye? Çünkü belli bir dəstə, belli bir insan ona cenaze namazını kıldı. Allah'ın dəvəti de belədir. Yaxşılıqları əmr eləyib, pisliklerden çəkindirmək də belədir. Eğer her hansı bir toplum, dəstə, yaxşılıqları əmr eləyib, pisliklerden çəkindirərsə, yerde kalan insanların üzerinden o məsuliyyət götürürlər. Amma o toplumda ki, Allah'ın əmirlərini yerine getirib, əmirlərini çatdırıb, əmirlərinə çağırıb, qadağalarından çəkindirən hər hansı bir insan, hər hansı bir dəvətçi, hər hansı bir müəllim yoxdursa, o zaman o toplum her biri günah taşıyır. Ve günah taşımakla da kalmır, o toplumun üzerine Allahu Teala, yani davet emirler, Allah'ın emirlerini yerine getirip qadağalarından çekindirmeyen toplumun üzerine başka bir bela nedir? Günahı düşmeyle beraber başka bir bela odur ki Allahu Teala onlara öyle bir bela nazil eder ki onlar sonra dua etmek isteseler duaları kabul olmaz. Bu vaxtda Peygamber sallallahu aleyhi ve sellem belə buyurur. Sizler ya Allahu Teala'ya emirlerini çağırıp, emirlerine davet edip pisliklerinden çekindireceksiniz ya da ki Allahu Teala öz indinden size öyle bir bela nazil eder ki sonra siz Allahu Teala'ya dua etmek isteseniz Allah sizin dualarınızı kabul etmez. Allahu Ekber. Ona göre demek yaxşılıklar emredip pisliklerden çekindirmek, duanı, yaxşılıkları etmeyip pisliklerden çekindirmemek demek duanın kabul olmaması için maniyelerdendir. Bəli kardeşler, ümumiyyətlə duanın kabul olması için çoxlu ədəblər var. Dersimiz inşallah burada dayandıraq. Allahu Teala'dan istəyirəm, Allahu Teala bizi eşidib faydalanan qullarından etsin. Vallahu Teala a'la ve a'lem ve sallallahu ala nebiyyina ve sellem. Subhanakallahumma ve bihamdik. Neşhedü en la ilahe illa ente. Nestağfiruka ve netubu ileyk.